Ekranı paylaşdım, yəqin hər kəs görür. Ən son haqqında danışdığımız ooqamya idi. Dedik ki, ooqamya kiçik ölçülü qametlə, erkək qametlə iri və qamçısız dişi qametin iştirakı ilə baş verir. Məsələn, insanlarda ooqamyadır. Çünki spermatozoid kiçikdir, hərəkətlidir, erkək qametdir. İri qamçısız olan dişi qamet isə yumurta hüceyrə isə iridir, amma qamçısızdır və böyükdür. Ona əsasən deyirik. Və biz bilirik ki, erkək qametin dişi qametlə birləşməsindən ziqot əmələ gəlir. Bu məlum məsələdir. Ziqota sözünün mənası da birləşən cütlük deməkdir. Gəlik. Cinsi çoxalmanın hansı formaları var? Deməli, partenogenez yolla çoxalma var. Buna partenoz qız deyilir. Genezis də doğulma deməkdir. Mayallanmamış yumurta hüceyrədən yeni orqanizmin inkişaf etməsi prosesdir. Məsələn, erkək bal arılarıdır, dafniyalardır, mənənələrdir. Bunlar partenogenez yolla çoxalır. Məsələn, belə bir şey deyək. Burada gördüyümüz erkək bal arısının ikinci adı turten qeyd olunub. Erkək bal arısının xromosom dəsti N-dir və erkək bal arısından mitoz bölünmə ilə əmələ gəlir spermatozoid. Ekran görürsüz də yəqin ki. Bəli. Spermatozoid əmələ gəlir. Dişi bal arısı, ana arı daha doğrusu 2 N-dir, kralisə adlanır və meyoz bölünmə ilə əmələ gətirir yumurta hüceyrəni. Bu spermatozoidlə bu yumurta hüceyrənin birləşməsi adlanır mayalanma. Mayalanmadan əmələ gəlir nə? Ziqot. Ziqotun xromosom dəsti neçədir? 2N. Bu ziqotun mitoz yolla bölünməsindən əmələ gəlir rüşeym. Nəticədə yenə 2N olur. Əgər bu rüşeymlə çıxan bu rüşeymlə əmələ gələn fərdlər deyək, rüşeym daha doğrusu ana arı südü yalnız ana arı südü ilə bəslənirsə, bundan əmələ gəlir ana arı. Bu dərsliklər də yoxdur, 2N-dir və əsasən tozluqla bəslənirsə nədir bu? Erkək işçi arıdır. İşçi arı da nədir? Dişi arıdır, bunu biləsiniz. Deməli, həm ana arı, həm də işçi arı dişi arıdır. Partenogenez yolla çoxalma zamanı isə yumurta hüceyrədən mitoz bölünmə ilə erkək arı əmələ gəlir. Biz bunun xromosom dəstini N deyirik. Deməli, partenogenez yolla çoxalma zamanı yumurta hüceyrədən yetkin fərd əmələ gəlir. Burada gördüyümüz kimi hər hansı bir mayalanmadan söhbət gedə bilməz. Bəs niyə biz buna cinsi çoxalma deyirik? Çünki yumurta hüceyrə cinsi hüceyrədir. Cinsi hüceyrədə olan proses olduğuna görə biz buna cinsi çoxalmaya aid edirik. Növbəti hissəmiz konjugasiyadır. Konjugasiya nədir? Əvvəlcə bunu deyək. Məsələn, biz gələcəkdə yosunlardan, konjugasiya edən yosunlardan bir neçəsi haqqında danışacağıq. İndi biri haqqında deyirik, spirogira məsələn. Spirogira yosunu iki sap şəkilli yaşıl yosundur, çox hüceyrəlidir. Həmin yosunun hüceyrələri, iki fərqli sapın hüceyrələri bir-birinə yaxınlaşır və sapların hüceyrələrinin möhtəviyyatı bir-birinə qarışır və nəticədə ziqot əmələ gəlir. Həmin ziqotun meyoz yolla bölünməsindən əmələ gəlir 4 spor. Bu sporlardan 3-ü məhv olur, biri qalır və nəticədə həmin o dediyimiz spordan yeni orqanizm inkişaf edir. Spirogyra yosunu deyə bilərik, mukor göbələyini, infuzor tərliyi misal deyə bilərik. Hermafrodit canlı haqqında da bayaq danışdıq. Hermafrodit nə idi, Nigar müəllimə? Hermafrodit dedik nə idi? Hermafrodit o canlı idi ki, eyni canlıda həm erkək, həm də dişi cinsi hüceyrələr əmələ Hı gəlirdi. hı. Əmələ gəlirdi. Tamam. Keçirik növbəti hissəmizə. Növbəti hissəmiz deməli qudurğalı heyvanlarda cinsi çoxalma prosesidir. Bitkilərdən bir dənəsi qalıb, onu da deyim. Çılpaq toxumlarda çoxalma bilirik ki, çılpaq toxumluya aiddir. Məsələn, şamdır, küknardır, qara çöhrədir və s.
Bunların üzərində erkək qozalar olur, bir də dişi qozalar. Erkək qozalar içərisində erkək qozanın pulcuqlarında olur tozluq kisələri, həmin tozluq kisələrin içərisində də olur tozluqlar. Yəni biz artıq orada erkəklikdən söhbət eləyə bilmərik. Dişi qozada da olur. Deməli, hər pulcuqlar, pulcuqlarda da olur nə? Yumurtacıqlar. Bir pulcuğunda iki yumurtacıq olur. Nəticədə tozlanma, mayalanma gedir. Örtül toxumlarda da zaten gələcək dərslərimizdə iki qat mayalanma prosesini öyrənəcəyik. Orada deyəsirik ki, iki qat mayalanma prosesi gedir. O şəkildə cinsi yolla çoxalırlar. Deməli, onurğalı heyvanlarda çoxalmanın 3 variantı haqqında danışacağıq. Diqqətlə dinləyirik. Birinci variant budur ki, eee, mayalanma daxildə gedir. Hər hansı bir canlının dişi fərdinin daxilində gedir. Amma onun həmin o dişidə mayalanma getdikdən sonra embrionun inkişafı, yəni rüşemin inkişafı xaricə qoyulan yumurta içərisində tamamlanır. Məsələn deyirəm, toyuqlarda mayalanma daxilidir və yaxud da sürünənlərdə deyə bilərik, əksər sürünənlərdə. Sonra yumurta qoyan məməlilər var, ördək, burun və yexidna. Onlarda da belədir. Mayalanma daxilidir. Yumurta, yəni dişi fərddə daxildə mayalanır. Mayalanmış yumurta xaricə qoyulur və quşlar məsəl üçün onun üzərində kürt yatır. Nəticədə tutaq ki, sürünənlər kürt yatmasa belə həmin o embrionun inkişafı xaricə qoyulan yumurta içərisində tamamlanır. Bunu yəqin ki, başa düşdük. İndi bununla bağlı belə bir sual verirəm. Bu prosesdə birinci bu dediyimiz hissədə mayalanma daxildə getdi, xaricdə? Daxildə, Daxildə. Bəs embrionun inkişafı harda tamamlandı? xaricdə. Tamam. İkinci nədir? İkinciyə diqqətlə qulaq asaq. Burada embrionun yumurta hüceyrənin mayalanması da daxildə gedir. Embrionun tam formalaşması da sona qədər daxildə ana orqanizmdə tamamlanır. Buna plasentalı məməliləri misal deyirik. Məsəl üçün, insan da bilirik ki, burada bu şəkildə olur. Mayalanma daxilidir. Mayalanmış yumurta hüceyrədən rüşemin inkişafı tamamlanması da məhz daxildə gedir. Üçüncü, biz təbii ki, e, e, daxildə olanlardan hələlik daşıyırıq və quruda yaşayan heyvanlardan söhbət edirik biz. E, və gəldik üçüncüyə. Üçüncü, mayalanma daxilidir, amma həmin o mayalandıqdan sonra əmələ gələn, belə deyək də, rüşeym müəyyən qədər içəridə inkişafa başlasa da, amma inkişafın sonrakı prosesi xaricdə tamamlanır. Məsəl üçün, kengurunun balası doğulan zaman balaca qoz böyüklüyündə olur. Həmin o bala ananın dəri kisəsinin içərisinə düşür və başlayır orada xırda-xırda əmciklər var. Həmin əmciklərdən süd əmərək böyüyür. İndi bizə sual verilsə ki, mayalanma daxildə gedir. Bu bir neçə variant ola bilər. Daxildə gedib, rüşemin inkişafının müəyyən bir hissəsi daxildə, müəyyən bir hissəsi isə xaricdə tamamlanır desə, biz kisəli məməlilər axtarmalıyıq. Yox, daxildə mayalanma gedirsə, xaricdə yumurta içərisində embrion inkişaf edirsə, yumurta qoyan canlı axtarmalıyıq. Yox, daxildə mayalanma gedirsə, elə daxildə də tamamlanırsa, biz plasental məməli axtarmalıyıq. Yəqin ki, aydın oldu. Keçdik növbəti hissəmizə. Deməli, növbəti hissəmizdə biz haqqında danışacağımız hissə bununla bağlı çoxlu suallar düşür. Ona görə son dərəcə diqqətli oluruq. Deməli, çoxhüceyrəli heyvanlarda, həmçinin insanda da cinsiyyət hüceyrələrinin əmələ gəlməsi prosesi var. Bu proses cinsiyyət orqanlarında həyata keçirilir və cinsiyyət hüceyrələrinin formalaşması əsasən 3 mərhələdə baş verir, başa çatır deyək. Çoxalma mərhələsi keçirməlidir bu hüceyrə. Çoxalma mərhələsində çoxalmalıdır, bölünməlidir. Böyümə mərhələsinə girməlidir və yetişmə mərhələsinə
Artıq həmin o hüceyrələrdən dişi və yaxud da erkək cinsiyyət hüceyrələri əmələ gəlir. Birinci bilməliyik ki, bu mərhələlərin hamısı cinsiyyət orqanlarında və yaxud da cinsiyyət vəzlərindədir. Birinci haqqında danışacağıq çoxalma mərhələsinin. Çoxalma mərhələsi ilkin cinsiyyət hüceyrələri mitoz yolla burada bölünür və sürətlə çoxalır. Böyümə mərhələsində həmin bax bu ilkin cinsiyyət hüceyrələri mitoz yolla bölündü, əmələ gəldi yeni hüceyrələr. Həmin hüceyrələrin hər biri böyümə mərhələsinə daxil olur və əmələ gələn hüceyrələr burada intensiv olaraq böyüyürlər. Və üçüncü mərhələ yetişmə mərhələsidir. İlkin cinsiyyət hüceyrələri meyoz yolla burada bölünmə keçirirlər. Meyoz 1-də, meyoz 2-də məhz bu yetişmə mərhələsində gedir. Yadda saxlayırıq, həm çoxalma mərhələsində, həm böyümə mərhələsində, həm də yetişmə mərhələsində hələ ki cinsiyyət hüceyrəsi əmələ gəlməyibsə, həmin hüceyrə nə adlanır? İlkin cinsiyyət hüceyrəsi. İndi mən şəkil üzərində izah eləyirəm, diqqətimiz burada olur. Ən önəmli baxın hissə buradır. Bu şəkili burada anladıqsa hər şey qaydasında olacaq. Ona görə son dərəcə diqqətli olaq. Mən qələmi çıxarım. Deməli, bu gördüyümüz cədvəldə bura orta hissəyə gametogenes yaza bilərəm. Yəni, qametlərin əmələ gəlməsi. Gametogenez prosesi iki mərhələdən, iki hissədən ibarətdir. Erkəklərdə gedirsə, bu adlanır spermatogenez. Dişilərdə gedirsə, bu adlanır oogenez və ya ovogenez. Buna baxın, mötərizədə yazıram. Oogenez. Sizin kitab oogenez yazır. Ovogenez də ovum çünki yumurta deməkdir. Bunu da deyə bilərsiniz. Birinci hələlik sol tərəfə, yəni spermatogenez prosesinə baxırıq. Sonra mən sizə deyəcəm ki, hansı hissəyə keçək. Bir dəqiqə. Aha. Diqqətlə baxırıq. Spermatogenez prosesində bax bu hüceyrənin xromosom dəstini necə müəyyənləşdirə bilərik? Gördüyümüz kimi buradakı hüceyrənin xromosomları bir xromatidli xromosomlardır. Dairəyə aldığım hissəyə baxın, 2n2 yazmışam. Burada olan xromosom sayı xromatid sayına bərabərdir. Ona görə də hər ikisi necədir? 2n2-dir. Burada olan hüceyrələr sadəcə bir dəfə mitoz yolla bölünmür. Dəfələrlə mitoz yolla bölünür. Məsələn, bu gördüyümüz bax bu hüceyrə tutaq ki, mitoz yolla bölündü, 2 dənə bu gördüyümüz hüceyrəni əmələ gətirdi. Bu hüceyrələrin özü də mitoz yolla bölünüb, 4 hüceyrə, o da bölünüb 8. Yəni burada bir limit yoxdur ki, hardasa artıq dayanması lazımdır. Bu bölünə-bölünə gedir. İndi sağ tərəfə baxırsınız. Sağ tərəfdəki də eyni şəkildədir. Buna da mən bir xromatidli xromosomları olan hüceyrə deyirəm və orada da mitoz bölünmə nəticəsində 2 dənə hüceyrə əmələ gəlir. Bu hüceyrələrin hər birinin xromosom sayı neçədir? Xromosom dəsti, üzr istəyirəm, 2n-dir və xromatid sayı da xromatid dəstində 2n2s deyə bilərik. S orada bilirdik, xromatidi bildirirdi. Və artıq burada dəfələrlə mitoz bölünmə getdikdən sonra artıq həmin o mitoza məruz qalan hüceyrələrin hər biri çoxalma mərhələsinə məruz qaldı da. Həmin hüceyrələrin hər biri 50 dənə əmələ gəlibsə 50-si, 15 əmələ gəlibsə 15-i və s. daxil olur
Böyümə mərhələsinə bax, burada qeyd etdim böyümə mərhələsinə. Yəni biz böyümə mərhələsində bu hüceyrə interfaza keçirir. Yəni mitoz bölünmə oldu, interfaza olur, sonra meyoz bölünmə başlayır da. Çünki ard-arda bölünmələr olmur. Bölünür fasilə, bölünür fasilə. Fasilə dediyimiz də nədir? Interfazadır. Biz bilirdik ki, interfazanın 3 mərhələsi var. Presintetik, postsintetik, bir də postsintetik. Birinci haqqında danışacağımız o presintetik, sintetik onsuz da öyrənmişik. Birinci bax bu hissəyə baxırsınız. Burada görürsünüz 2N 4C'dir düstur. Niyə belədir? Çünki orada interfaza mərhələsində DNT-nin ikiləşməsi baş verir. Sintetik mərhələdə nəticə etibarilə DNT ikiləşdiyi üçün 2N 4C olur. Və gördüyümüz kimi sol tərəfdəki bu hüceyrə ilə sağ tərəfdəki bu hüceyrənin fərqi nədir? Sağdakı nisbətən böyükdür. Buna səbəb onlarda yumurta sarısının toplanmasıdır. Gələcək hüşeymin inkişafı üçün. Bura qədər anlaşılmayan nəsə var. Çünki buradan sonrasına son dərəcə diqqətli oluruq. Videosunu da onsuz da göndərəcəm. Varmı sual? Yaxşı. Davam edirik. Yetişmə zonası, böyümə zonasından sonra böyümə zonasına neçə hüceyrə daxil olubsa, həmin hüceyrələrin hər biri yetişmə zonasına daxil olur. Bax bu zonaya. Yetişmə zonasında meyoz bölünmə keçiriləcək həmin hüceyrələrin hər biri necə olur? Baxın sol tərəfə. Biz bilirik ki, meyozun birinci profazasında nə baş verirdi? Buranı oxuya bilirik. Nə yazılıb? Konjugasiya. Bəli, mütləq konjugasiya baş verirdi. Və meyoz gördüyümüz profazanın düsturu necədir? 2N 4C'dir. Və meyoz bölünmənin profazasında konjugasiya getdiyi üçün konjugasiya gedir, görürsünüz bu hüceyrədə və eyni anda həmin hüceyrədə crossover də gedib. Niyə gedib? Hardan bilirəm? Birinci şəklə baxsaz, yəni bax bu hissəyə baxası olsaz, bax bura. Burada gördüyümüz kimi xromosomun bütün hissəsi qırmızıdır, bu xromosomun da bütün hissəsi mavidir. Artıq bu şəkildə baxın və bu şəkildə. Görürsüz qırmızının 3 hissəsi necədir? Qırmızı bir hissəsi necədir? Mavi. Ma- Mavinin də 3 hissəsi mavidir. O birisi mavi olanın da bir hissəsi nədir? Qırmızıdır. Deməli burada gen sahəsinin mübadiləsi və yaxud da crossover mütləq getmişdir. Mütləq getməsəydi bu rənglər ortaya çıxa bilməzdi. Və gördüyümüz bu hüceyrə, yəni bax bu hüceyrə meyoz bir mərhələsini keçirir və 2 dənə hüceyrə əmələ gətirir. Biri budur, bir də budur. Həmin hüceyrələrdə görürsüz xromosomlar necədir? Yəni crossover nəticəsində əmələ gələn hüceyrələrin, daha doğrusu crossover nəticəsində əmələ gələn xromosomlardır. Hüceyrələrə düşüb və bu hüceyrə də özlüyündə bax bu hissədə meyoz 2 gedəcək. Görürsən burada meyoz 2 yazmışam. Meyoz 1-nin sonunun düsturu necədir? N2C, meyozu öyrənmişiksə bilirik. Meyoz 2 mərhələnin sonunda nə olacaq? N-C. Bu hüceyrədən də 2 dənə hüceyrə əmələ gəlir. Bundan da 2 dənə hüceyrə əmələ gəlir. Nəticədə bax bunlar hüceyrədir. Bunlara spermatozoid demək olmaz. Bunlardan gələcəkdə qamçı çıxır və nə olur? Spermatozoid. Aydın oldu. İndi mən sizə belə bir dənə qayda deyirəm. Qaydanı videoda deyirəm. Hər kəs videoya baxanda dəftərinə qeyd edir. Yadda saxlayırıq. Yetişmə mərhələsinə neçə hüceyrə daxil olubsa, həmin qədər hüceyrədə qütblərə 2 xromatidli xromosomlar çəkilir. Necə dedik? Deməli, Yetişmə mərhələsinə neçə hüceyrə daxil olubsa, həmin qütblərə sayı qədər qütblərə hüceyrə nə qədərdirsə, həmin qədər hüceyrədə qütblərə 2 xromatidli xromosomlar çəkilir. Yetişmə zonasına neçə hüceyrə daxil olubsa, həmin qədər hüceyrədə crossover gedə bilər, üzr istəyirəm, gedə bilər deyirəm, ha, gedib yox, gedə bilər. Həmin qədər hüceyrədə konjugasiya gedibdir, mütləqdir bu getməsi.
Həmin qədər hüceyrədə Krasinqoverin ikinci adını qoya bilərlər. Gen sahəsi mübadiləsi gedib eyni şeydir. Yetişmə zonasına bir hüceyrə daxil olanda sonda 4 dənə hüceyrə əmələ gəlir. Bax bunlar. Spermatozoid də nədir? Hüceyrədir. Hər bir hüceyrənin hərəkət orqanoidi əmələ gəldikdən sonra adlanır nə? Cinsi hüceyrə və yaxud da spermatozoid və yaxud da qamet deyirik. Və yadda saxlayırıq ki, əgər burada 20 hüceyrə olardısa, deməli bir hüceyrədən 4 əmələ gəlirsə, x-dən 20 əmələ gələr. X bərabər eləyir neçə? 5. Və öyrənəcəyik ki, əgər daxil olan hüceyrə sayı ki var idi yetişmə zonasına, həmin hüceyrə sayını 2-yə vurduğum zaman, yetişmə zonasında o rəqəmi 2-yə vurduğum zaman yetişmə zonasında o qədər hüceyrədə deməli qütblərə çəkilir bir xromatidli xromosomlar. İndi belə bir sual verim. Yetişmə zonasına 5 hüceyrə daxil olubsa, neçə hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilib? Hə, müəllimlər? 2 Ay- dənə müəllim. Ayda de görüm. Ayda burdasan? Ayda burdasan sən? Yaxşı. İradə müəllimə, mən nə dedim? Bir dənə onu da deyim vəssalam. Nə dedim mən? Dediniz yetişmə mərhələsində neçə dənə xromosomlar çəkilir? Yox. Dedim ki, yetişmə zonasına neçə hüceyrə daxil olubsa, həmin hüceyrələrin sayını 2-yə vurduğumuz zaman həmin qədər hüceyrədə qütblərə 2 xromatidli yox, 1 xromatidli xromosomlar çəkilib. Yəni, tutaq ki, 5 dənə hüceyrə daxil olubsa, qütblərə 5 dənə hüceyrədə yox, 10 dənə hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilib. Anlaşıldı? Bəli. Gəldik ikinci hissəmizə, sağ tərəfə baxırıq. Sağ tərəfdə də eyni şeylər deyirik. Bir hüceyrə daxil olanda 4 hüceyrə əmələ gəlir. Sadəcə sağ tərəf üçün deyirik ki, bir hüceyrə daxil olanda 4 hüceyrə əmələ gəlsə də onlardan biri yumurta hüceyrədir, yəni qametdir. Üçü isə nədir? Yönəldici cisimcikdir. Biz bunlara qamet deyə bilmərik. Bil- Və bu gördüyümüz yetişmə zonasına neçə hüceyrə daxil olubsa, bayaqki kimi deyəcəyik ki, o qədər hüceyrədə qütblərə 2 xromatidli xromosomlar çəkilib, o qədər hüceyrədə mütləq konjugasiya gedib, o qədər hüceyrədə mütləq demirik, ola da bilər, çünki olmaya da bilər, o qədər hüceyrədə crossover gedə bilər və ya gen sahəsinin mübadiləsi. Deməli, ikinci bir şey deyirik. Neçə hüceyrə daxil olubsa, onun sayını 2-yə vurduğumuz zaman o qədər hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilir. Və gördüyümüz kimi neçə hüceyrə daxil olubsa, yetişmə zonasına həmin hüceyrənin sayı qədər nə əmələ gəlir? Qamet əmələ gəlir. Qamet dediyimiz nədir bu? Yumurta hüceyrədir. Bu ikinci dərəcəli yönəltici cisimciklər ki yazmışam. Bunlar adı üstündə yönəltici cisimcikdir. Bəs necə olur ki, biri balaca, biri böyük olur? Baxaq. Bu gördüyümüz hüceyrənin sitoplazması qeyri-bərabər şəkildə bölünür. Qeyri-bərabər bölündüyü zaman bu böyük, bu isə necə olur? Balaca. Bu adlanır birinci dərəcəli yönəltici cisimcik. Və bu böyüyün özünün də sitoplazması qeyri-bərabər şəkildə bölünür və nəticədə bir dənə böyük, bir dənə də kiçik hüceyrə əmələ gəlir. Böyük olan hüceyrə adlanır yumurta hüceyrə, kiçik olanlar isə adlanır ikinci dərəcəli yönəlici cisimciklər. Bura qədər anlaşılmayan nəsə varsa deyin. Və tutaq ki, desə ki bizə,
Yetişmə zonasına spermatogenez prosesi zamanı yetişmə zonasına 5 hüceyrə daxil olub. Bu zaman neçə hüceyrə əmələ gələr? 5 vuraq 4 qədər, yəni 20. Neçə spermatozoid əmələ gələr? Yenə 5 vuraq 4 qədər 20. Yox, əgər oogenez mərhələsinə 1 hüceyrə, 5 hüceyrə daxil olub, neçə qamet əmələ gələr deyəndə deyirik 5. Çünki birindən 1-dir, 5-dən də 5-dir. Bəs neçə yönəlici cisimcik əmələ gələr? Biz həmin o 5 rəqəmini 3-ə vurduğumuz zaman alırıq neçəni? 15-i. Həmin o 15 qədər nədir? Yönəlici cisimcik əmələ gələr. Bunu başa düşdük. Bəli. Tamam. Yaxşı. İndi qadınlarda cinsiyyət xromosomları necədir? XX-dir yoxsa XY-dir? XX-dir. XX. Bəli. İndi mən sizə lövhədə bir neçə şəkil çəkib onun da üzərində izah edəcəm. Diqqətlə qulaq asırıq. Deməli, onu paylaşdım. Yəqin ki, görürsünüz. Bəli. Ayda, səsim gəlir, Ayda. Bəli, müəllim. Yox, mən sənin istəvi çağırdım, eşitmədim. Yəqin ki, dərsdə deyildin, yoxsa telefonun səsi aşağıdır, yoxsa necə? Diqqətlə qulaq as. Bu hissələr çox önəmlidir və miqə də hər il düşür. Sertifikasiyaya da həmçinin. Baxın bura diqqətlə. Bax, mən belə bir şey yazıram. Çəkirəm daha doğrusu. Hmm. Qadınların cinsiyyət xromosomları XX olduğuna görə bu hüceyrə tutaq ki, yetişmə zonasına daxil olduğu zaman bundan əmələ gəlir 2 hüceyrə. Bunlardan biri böyük, biri kiçikdir. Bu hüceyrələr lövhəni yazıram, görürsüz də yəqin ki. Bəli. Bəli. Bura mütləq X düşübdür, burada mütləq X düşüb. Çünki bunların başqa variantları yoxdur. Həmin bu gördüyümüz X, bu da X. Biri böyük, biri kiçik olur. Burada da biri böyük, biri necə olur? Kiçik olur. Və sual düşərsə ki, qadınların, məsələn, bu fən çevirim. Məsələn, sual düşərsə ki, qadının yumurtalığının yetişmə zonasına 8 hüceyrə daxil olub. Bu zaman neçə qamet əmələ gələr? Yazırıq ki, bir dənə hüceyrə daxil olanda bir dənə əmələ gəlirsə, 8-də də x-dir. 8-də o da eləyir neçə? 8. Bəs, 8. bəs desə 8 hüceyrə daxil olub. Neçə yönəlici cisimcik əmələ gələr? Deyirik ki, bir dənə daxil olanda 3 dənə olur. 8 dənə daxil olanda x bərabərdir 24. Bunu başa düşdük yəqin ki, növbəti hissəmiz. Bəzi canlılar var ki, onların erkəkləri XX-dir, dişiləri XY-dir. Öyrənəcəyik gələcəkdə cinsiyyətin genetikasında. Birinci bax bunu deyirəm. Tutaq ki, mən sizə deyirəm ki,
Quşların öyrənəcəyik. Quşlar. Quşların bu bilirik ki, erkəyin işarəsidir. Bu da dişinin. Quşların erkəyinin cinsiyyət xromosomları XX-dir. Dişilərinki nə adlanır? XY. İndi diqqətlə baxın. Tutaq ki, bura dişi quşun yumurtalığının yetişmə zonasında olan prosesləri izləyirik. Dişi quş dediyim üçün bura XY yazıram. Buradan əmələ gəlir nə? Ya bu tərəfə X düşəcək, ya da bu tərəfə düşəcək. Düzdürmü? Məsələn, mən bu tərəfə salası olsam X-i, bura avtomatik nəyə salıram? Y-i. Bu X olduğu üçün bu da nə olur? X, bu da nə olur? X. Bunlar Y olduğu, bu Y olduğu üçün bu da nə olur? Y, bu da nə olur? Y. İndi diqqətlə baxın. Budur da qamet, yumurta hüceyrə. Görün bu sxemi yazsam düzdürmü? Bir qamet X cinsi xromosomu daşıdıqda, yəni belə, onun yanındakı bir yönəlci cisimcik nə daşıyır? X. Onun o biri tərəfindəki iki yönəlci cisimcik nə daşıyır? Y. Y. Hı. İkinci bir şey deyirəm. Düşünün ki, lan sildirəm. Yenə quşlardır. Bura düşünün bu səfər Y düşüb, bura X düşüb. Bura Y olur, Y olur, X olur, X olur. O zaman nə yazıram? Yazıram ki, bir qamet Y Yönel. daşıdıqsa, bir yönəlci cisimcik nə olur? Y olur. İki yönəlci cisimcik nə olur? X olur. Bax, bu qaydamız o canlılar üçün keçərlidir ki, dişiləri heterogamet olanlar üçün keçərlidir. Dişiləri heterogamet olanlar üçün nədir? Keçərlidir. Məsəlcə, biz bunu insana aid eləyə bilmərik. Çünki insanda qamet nəyi daşıyırsa, qadından söhbət gedir. Yanındakı yönəldici simciklər də onu daşıyır. Amma kişi orqanizm üçün bunu deyə bilərik ki, məsələn, insanlarda, kişilərdə belədir. Tutaq ki, kişilər belə olduğuna görə buradan əmələ gələ bilir nə? Burada tutaq ki, X düşdü, burada Y düşəcək avtomatik. Buradan X, buradan da X əmələ gəlir, buradan da Y, buradan da Y. Bu gördüyümüz iki dənəsi nəyə daşıdı? X-i, iki dənəsi nəyə daşıdı? Y-i. İndi tutaq ki, deyir ki, kişi orqanizmində, kişi dediyi üçün artıq biz insanlara baxırıq. Çünki erkək deyəndə fərqli bir şey ola bilər. Kişi orqanizminin yetişmə zonasına deyir 6 hüceyrə daxil olub. Hı -hı. Deyir ki, bunlardan yetişmə zonasının sonunda neçə hüceyrə əmələ gəlir? Biz bilirik ki, bir dənə daxil olanda neçəsi əmələ gəlir? 4-ü və 6 dənə daxil olarsa neçə olar? X. X bərabərdir neçə? 24. 20. Yox, əgər deyilərsə ki, bu 24 qametdən neçəsi X-i, neçəsi Y-i daşıyar? Deyirik avtomatik 12-si nəyə daşıyar? İkisi 12'si Y. Bir də nəyə daşıyar? Y-i daşıyar. Anladıq bu hissəmizi də. Bəli. Sonra bunlarla bağlı fərqli suallar var. Diqqətli oluruq. Mən atdığım səslər ki var, videonun içində dediyim hissələr ki var. Onu ya video kimi hər zaman qulaq asın, ya da ki, nə bilim, istəsəz dəftər tutub, həmin dəftərdə həmin qeydləri apara bilərsiniz. İndi belə bir sual verim. Qadın neçə tip qamət verir? Bir tip yoxsa iki tip?
Gedir. Qadın niyə iki deyirik? Yanlış deyirik. Qadın bircə tip qamet verir. Hansıdır? Qadın bir dənə 22 üstə İ- nə verə bilir? X. X. Çünkü ikisidir. Bəli. Kişi nə verə bilər? 22 üstə gələ x verə bilər. Bir X. 22 üstə gələ Y nə verə bilər? Y. de verebilir. Əgər qametlər 22 üstə gələ x ilə 22 üstə gələ x birləşərsə, əmələ gələcək 44 üstə gələ x, yəni qız doğulacaq. Yox, əgər 22 üstə gələ x ilə üstə gələ 22 üstə gələ y birləşərsə, nəticədə 44 üstə gələk xy, yəni nə olacaq? Oğlan O. və ya məməlilərdirsə erkək fərd doğulacaq. Anlaşıldı? Deməli, bugünkü Evet. dərsimiz bu qədər. Mən sizə tapşırığı indi həmən dərs bitən kimi səslə göndərirəm. Dərslikdən tapşırıqları öyrənəcəyik. Bir də videoları həmən göndərirəm. İnşallah növbəti dərsimizdə görüşmək ümidi ilə hər kəs əlindən gələni eləsin, ciddi bir şəkildə çalışsın. Bu gün dekabrdır, müəyyən müddətdən sonra baxacağıq ki, artıq bayram falan girdi araya. Artıq martda da demək olar ki, bayramlar və artıq gəlir sertifikasiya çatır. Ona görə son dərəcə ciddi şəkildə çalışmağımıza baxaq. Miqlər də həmçinin sertifikasiyadan cəmi 15 ya da 20 gün sonra artıq miq imtahanı olur. Sualınız varsa buyurun, niyə bu belə oldu, necə oldu, belə bir şey varsa deyin. Müəllim, Bəli. bir dənə quş